Salam əziz izləyicilər. Bugün gəlmişəm Bərdə rayonunun Cəyirli Kət qəbirstanlığına. Burada abadlıq işləri gedir. Bax, bunlar da, bu vətəndaşlar da əllərindən gələni əsirgəmirlər. Bu da bir suvab işdir. Mənə burada bildirlər ki, Cəyirli cəmaatı köməkliyi ilə bax, bu günləri burada təmizlik işləri gedir. Buna görə mən Cəyirli cəmaatına, onunla Şoralı cəmaatına da kömək edənlər olub bu təmizlik, abadlıq işlərinə. Mən öz adımdan da hər birinə təşəkkür edirəm ki, bax, bu kət məzarlığını burada təmizlik işləri aparırlar, bərpa işləri aparırlar. Çox sağ olun, çox var olun. Allah hər birimizdən razı olsun. Ha, onu da nəzərinizə çatdırım ki, burada bu məzarlıqda Ağdərə rayonundan da olan dəfn olan burada insanlar var, məzarlığı var. Allah hər birinə rəhmət eləsin. Allah hər birinə qəni-qəni rəhmət eləsin. Demək olar ki, baba, buradan beləsinə demək olar ki, hamısı 92-93-dən bura məcburi şəkildə köçən, məcburi köçkünlərin məzarlarıdır. Ben öz adımdan da bax, bu kət cəmaatına böyük təşəkkür edirəm ki, böyünləri abadlıq işləri aparırlar burada. Allah buradaki məzarı uyanlar, Allah burada da dünyasını dəyişən bu məzarda uyanların hər birinə rəhmət eləsin. Bu gündə salam əleykum. Allah rəhmət eləsin. Allah hər birinə rəhmət eləsin. Məkanları cənnət olsun. Havada qaranlıq, qaradı deyin, belə buludluq var deyin. Yaxşı çəkiliş düşmür. Salam əleykum. Allah hər birinə rəhmət eləsin. Bu da İsacan əhlinin məzarıdır. Allah benim rəhmət eləsin hər birinə. Əhsənə Mübariz qızı. Allah rəhmət eləsin. Allah hər birinə rəhmət eləsin. Məkanları cənnət olsun. Aslan o Mübariz Məstəloğlu. Hava bulutlu deyil, yaxşı çəkilmir. Allah rəhmət eləsin. Məkanınız cənnət olsun hər birinizin. Məkanınız cənnət olsun. Allah hər birinizə rəhmət eləsin. Allah hər birinizə rəhmət eləsin. Əzizim, öz vətən, Allah sizə rəhmət eləsin. Allah rəhmət eləsin. Məqamın məhəllərini Allah hər birinə rəhmət eləsin. Hüdadi Yusufoğlu, Allah rəhmət eləsin, yəni Meydanov Kamran Sadıroğlu, Allah rəhmət eləsin. Yusuf kişi, Allah hər birinə qəni-qəni rəhmət eləsin. Məkanınız cənnət olsun.
Allah hər birinizə rəhmət eləsin. Və Ulu Dəmin oğlu Turaldır. Allah qəni-qəni rəhmət eləsin. Quliyev Tural Buludoğlu. Allah qəni-qəni rəhmət eləsin. Qəzənfər Əlioğlu Rüstəmov. Ağdərə rayonunun sakinidir. Allah qəni-qəni rəhmət eləsin. Məkanı cənnət olsun. Orta Güney kəndindən. Mənim də eyni zamanda müəllimim olub. Qəzənfər müəllim çox gözəl insan idi. Hələ bir adamdan bu insandan inciliylə görmədim. Allah qəni-qəni rəhmət eləsin. Qəzənfər müəllim sənə. Məkanın cənnət olsun. Rafiq Əskəroğlu Hüseynov. Allah rəhmət eləsin. Sahibə Təmrəz qızı. Allah rəhmət eləsin. Ağdərə rayonunun Başküney kənd sakinləri. Məkanınız cənnət olsun hər birinizin. Gündüz Ənbəroğlu. Allah rəhmət eləsin. Ənbər Quliyev Boşnalıoğlu. Allah qəni rəhmət eləsin. Atabalar. Allah hər birinizə rəhmət eləsin. Mavad xanım. Allah sənə rəhmət eləsin. Gülşən Fasay qızı. Allah rəhmət eləsin. Allah hər birinizə rəhmət eləsin. Burada mən tanıdım, tanımadım, fərqi yoxdur. Məkanınız cənnət olsun. Allah hər birinizi rəhmət eləsin. Həyatdır da, yaşayırıq. Kimi çox, kimi az. Vallahi. Yusif Yunusoğlu, Hümmətov, Allah rəhmət eləsin. Hər birinizə rəhmət eləsin. Ali Köçəroğlu, Allah rəhmət eləsin. Bu da Rahilə Məmməd qızı. Allah rəhmət eləsin. Allah hər birinizə rəhmət eləsin. Hər birinizə. Elman Şərifoğlu, Hümmətov. Orta Güney kəndindən. Allah rəhmət eləsin. Bu da Ağdərə rayonunun Orta Güney kəndindən Ədalət Məhəmmədoğlu. Ədalət Məhəmmədoğlu bizim müğənnimiz. Allah sənə də qəni-qəni rəhmət eləsin. Məkanın cənnət olsun.